Herkese salam. Çoxdandır avokado belə bir qoymuşdum. Cücərsin. Bu avokadonu yadıma gəlir ki 19 iyul. Artıq 2 ay keçib. Yox, 3 ay yarımdır demək olar ki belə böyüyüb və düşünürəm ki artıq belə bir budaq olduğuna görə mən bunu torpağa əkməliyəm. Və torpağa əkmək üçün də belə bir qabdan istifadə edəcəm hələlik. Sonra görə gedişat necə gedir. Çünki TikTokda, Instagramda hər yanda izləmişdim. Əlavə də bunu da hardasa ayın 15-i yoxsa 14-ü qoymuşdum. Belə bir stakana qaranlıq yerə qoyuram salfetkaya. Bu da artıq balaca belə cücərib. Bu cücərdiyinə görə də bunun əvəzinə bunu beşən yuyacağam. Belə bir indi onu göstərəcəm davamlı. Siz izləyin. Hələ ki bunu belə qoyuruq kənara. Yeni avokado da almışam və bunu da birlikdə yoxlayacaq. Görə necə olar həmin bu tarixdən. İndi isə keçid edirəm torpağını qoymağa. Uğurlu olsun. Çünki çox istəyirdim. Düzdür, avokado əlbəttə yetişməyəcək içərisində. Çünki bizim mühitə uyğun deyil avokado buralarda böyüsün. Amma mən sadəcə bir ipçək kimi yetişdirəcəm. Gözəlliyi üçün də belə deyək. Görün də indi necə alınır. Gedişatları hər dəfə sizə paylaşaram. Ümumiyyətlə mən TikTokda görmüşdüm. Gözəl görsənir. Bunları buradan belə artıq çıxartırıq. Çünki bu çubuqlar bizə ikinci avokadoya lazım olacaq. Geçən artıq vidanı var. Bu isə keçid edirik ikinci avokadomuzu suya qoymağa. Mən əvvəlcədən gördüyünüz kimi salfetkaya qoymuşdum belə. Qaranlıq yerdə belə bir stakana. İndi siz nə istəsəz qoya bilərsiniz. Nə edirik? Belə bir diş çöplərini götürürük. Çünki bu tam suda olmamalıdır. Biraz bərkdir. Amma yadıma gəlir ki mən bu avokadonun dadına baxanda çox yumuşaq, çox dadlı idi. Tam yetişmiş avokadonun elə bil ki. Neyse, bunu belə qoyuruq bura. Gördüğünüz kimi yarıdan su. Aşağıdaki kötüyünü görürsünüz də kötüyü o su da olmalıdır. Bunu isə belə bir nəm salfetkaya pükürük. Bu belə nəm qalır. Arada gedib baxın ki bu qurumasın. Quruduqca yenidən nəmli halda stakana qoyun. Bu ortadan iki yerə ayrılıb kök verənə qədər. Kök verəndən sonra isə belə bir qaydada qoyun. Əgər sizin də əlbəttə ki marağınız varsa, mənim marağım var deyənə hələ ki avokado işinə məşğul olmaq istəyirəm. Belə. İsə dırnağa yazılmışam, oraya gedəcəm. Amma baxıram ki iPhone-un zaryadkası yoxdur, onu zaryadkaya qoyacağım. Çünki mən evə gələnə qədər zaryadka yıxsın. Belə. Ardından dırnağa gedəcək şeylərə aparmaq istəyirəm. Yəni belə bir lak istəyirəm. Buraya bu dəfə Pandoramı taxacağım. Bir də belə bunları istəyirəm taxmaq. Xoşum gəlir. Dırnaqlarım artıq gördüğünüz kimi uzanıb. Belə bir vəziyyətdədir. Dırnaqlarım artıq hazırdır. Gördüğünüz kimi öz dırnaqlarımda bu dəfə gel etmədim. Adi lak çəkmişəm. İndi görüm haçına qədər belə olacaq. Ondan sonra baxaram. Hələ ki öz dırnaqlarımla relaks etmək istəyirəm. Lak da budur. Səhəri günü isə Bakı Expo mərkəzə gedirik. Övladlarımla birlikdə. Bakı Expo mərkəzinin 3-cü günü idi. Çingiz Abdullayevlə görüş olacaqdı və mən də bu görüşə mütləq getməli idim. Kitablarımı gedib imzalatdırmalı idim. Çingiz Abdullayevi gözləyərkən belə bir kitab götürdüm özüm üçün. Ikiqay kitabı və Çingiz Abdullayevin Oliqarxın vəsiyyətnaməsi. Birinci hissəni istəyirdim almaq, amma ikinci hissə nəsib oldu. Birinci hissə çünki bitmişdir.
Mikrofonu vereceğim size. Teşekkür ederim bir dakika için de rahat olmuyor. Biz sizi çok sevirik. Elbette ki bir yazıcı gibi her şey aydındır. Sizin eserlerinizi okuyan insanlar çoktur. Ama siz bir insan gibi çok sevimli bir insansınız. Tez o ölenler hamısı dirilecek ve onların məhkəməsidir. Dalina Straşnovusunda ben orada olmuşam İsrail'de. Siz bilirsiniz ki tez bu məhkəmə mütləq olacak. Ve insanlar ne diyebilirler? Hansı vekil tapa bilərlər? İnsanlar özlerini necə müdafiə edebilirler? Axı görürsün ne kadar zulümler verirler birbirine. Ne kadar insanları öldürüblər, kırıblar, zorlayıblar, uşaqları yandırıblar. Biz ne diyebiliriz ki Allah'a? Dostoyevski bunu soruşur. Ve öz... Bu dəfəki sərgi çox gözəl keçdi. Ümumiyyətlə mən bu sərgini çox belə həsrətlə gözləyirdim. Çünki zövq alıram ora getməkdən. Bir kitab oxuyan biri olaraq orada mən öz huzurumu tapıram deyərdim. Yəqin gedənlər anlayar. Və daha sonra İradə Qədirova ilə görüşümüz oldu. Kitab aldım və imzalatdırdım. O qədər gözəl insandır ki, çox sevdim həqiqətən də. Azərbaycanımızda bu qədər kitaba qarşı olan sevgini gördükdə çox xoşbəxt oluram. Burada gördüğünüz kimi ilk önce Xan Nəşriyyatı idi, Mimta yayımları, Parlaq imzalar, Teaspres, Qanun Nəşriyyatı. Qanun Nəşriyyatının əhatəsi daha çox böyük idi və əlbəttə ki oxucuların sayı daha çox idi Qanunda. Ümumiyyətlə mənim kitablarımın da çox hissəsi Qanuna aiddir. Mən ümumiyyətlə Qanunu çox sevirəm. 11-ci kitab sərgisinin əsas qonağı Qətər dövləti olduğuna görə Qətər dövləti də bizlərə belə sumka və bloknot hədiyyə etmişdi. Gördüyünüz isə getdiyim birinci gündür, amma əslində sərginin 3-cü günü idi. Gələrkən ödənişsiz avtobusdan istifadə etdim. Koroğluya getdim. Koroğluya gedərkən Dostoyevskidən ötəki kitabını mütaliə edirdim. Artıq həmin kitabdan bir həftə keçmişdi, amma yenə də dəyərdim. Sərgidəki olan təsərrüfatlar hələ də beynimdə canlanır. Burada payızın havasını, o gözəl sakitçiliyi sizə ötürmək istədim. Mənim əslində ikinci vloqum olacaq. O vloqda aldığım kitablar haqqında məlumat verəcəm. Həm də sərgiyə getdiyim ikinci günündə oradan paylaşım etmişəm. Çünki orada müəlliflə görüş və imza saatı olub. Ona görə də istəmədim ki, bu vloqumda sizləri yorum. Və ikinci vloqumu da inşallah ki sevərək izləyərsiniz. Əgər bu vloqumu da sona qədər izləmisinizsə, sizə dərin təşəkkürümü bildirirəm. Və tezliklə növbəti vloqumda görüşmək ümidi ilə. Sağ olun.